Tamaulipas ştatında da bu cür hallar qeydə alınıb. Dənizçi geyimində olan cinayətkarlar qubernatorluğa namizədlərdən birini qətlə yetiriblər. Qətillərin narkokartellərin üzvləri tərəfindən törədildiyi istisna edilir. Taylandın cənubundakı Narathivat əyalətində təhlükəsizlik qüvvələri silahlıların hücumuna məruz qalıb. Terrorçular hərbi avtomobili hədəfə alıblar. Partlayış nəticəsində 5 nəfər həlak olub. Onların 3-ü hərbçidir. Bu arada ölkənin Yala əyalətində də terror aktı törədilib. Yol kənarında yerləşdirilən qurğunun işə düşməsi nəticəsində yük maşını partladılıb. Hadisə nəticəsində maşında olan 3 əsgər həlak olub. Son 6 ildə Taylandın cənubunda Malayziya ilə sərhəddə qiyamçılar fəaliyyətini artırıb. Ölkədə qiyamçılarla mübarizə 10 minlərlə əsgər səfərbər edilsə də, hələlik hökumət vəziyyəti tam nəzarətə götürə bilməyib. Pakistanın Lahor şəhərinin mərkəzində bir-birinin ardınca 3 partlayış törədilib. Partlayışlar nəticəsində 41 nəfər həlak olub, 120-dən çox insan yaralanıb. Terrorçu intiharçı partlayışı məscidlərin birinin qarşısında törədib. Digər 2 terrorçu isə məscidin